Sizi sağlamlıq rubrikamızda salamlayırıq. Yaxşı əhval-ruhiyyə sağlam bədəndən başlayır. Mən Sona sizə kömək edəcək faydalı məsləhətləri bölüşəcəyəm. Müqəddəs kitab Süleymanın məsəlləri 3:15-16-da belə deyir: Hikmət yaqutlardan qiymətlidir. Xoşladığın bütün şeylər ona tay deyil. Onun sağ əlində uzun ömür, sol əlində sərvət və şərəf var. Salam dəyərli dinləyicilər. Həyatınıza sağlamlıq, maarif və ruhani dərinlik qatacaq daha bir faydalı podkastla qarşınızdayım. Bugünkü mövzumuz həm mətbəximizdə, həm də qədim təbabətdə özünə məxsus yer tutan bir bitkidir, yəni zəncəfil. Zəncəfil insanlıq tarixində ən qədim təbii dərmanlardan biridir. 3000 ildən çoxdur ki, Çində və Hindistanda müalicə məqsədi ilə istifadə olunur. Qədimi Yunanistanda zənginlər yeməkdən sonra zəncəfil çeynəyərdi. Bu həm həzm üçün, həm də ağız qoxusu aradan qaldırmaq üçün idi. Orta əsr Avropada zəncəfil o qədər dəyərli idi ki, 1 funt zəncəfil bir qoyun qiymətinə bərabər sayılırdı. İndi isə gəlin bərabər bu gözəl nemətin müsbət və mənfi xüsusiyyətlərinə nəzər salaq. Birinci müsbət xüsusiyyəti: onun iltihab əleyhinə güclü təsiri var. Zəncəfil tərkibindəki gingerol sayəsində bədəndəki iltihabları azaldır. İkinci, o immuniteti gücləndirir. Xəstəliklərə qarşı təbii qoruyucu rolunu oynayır. 3. O həzm sistemini tənzimləyir. Qaz, köp, mədə bulanması kimi problemlərin qarşısını alır. 4. Onun ağrı kəsici təsiri var. Əzələ və oynaq ağrılarına qarşı təbii alternativdir. Zəncəfil ürək-damar sağlamlığını dəstəkləyir. Qan dövranını yaxşılaşdırır və xolesterini tənzimləməyə kömək edir. Və sonuncu, o qadınlar üçün faydalıdır. Aybaşı sancılarını yüngülləşdirir. Amma bununla yanaşı, gəlin baxaq bir neçə mənfi xüsusiyyətlərinə də. Birinci, həddindən artıq istifadə təzyiqi sala bilər. Aşağı təzyiq problemi olanlara ehtiyatla tövsiyə olunur. İkinci, mədə qıcıqlanması ola bilər. Bəzi həssas şəxslərdə narahatlıq və qıcıqlanma yarada bilər. 3. Qan durulducu dərmanlarla birgə istifadəsi risklidir, çünki o əks təsir göstərə bilər. 4. Hamilə qadınlar üçün dozaya diqqət yetirilməlidir. Çox miqdarda istifadə düşüklərə səbəb ola bilər. Və sonuncu, uşaqlara ehtiyatla verilməlidir. Doza çoxaldıqda allergik reaksiyalar mümkündür. Nəticə olaraq zəncəfil həm qədim, həm də müasir dövrün əvəz olunmaz təbii möcüzələrindən biridir. Amma hər möcüzə düzgün istifadə olunmadıqda problemə çevrilə bilər. Ona görə də bu güclü kökü düzgün dozada, düzgün məqsədlə istifadə etmək həyati əhəmiyyət daşıyır. Unutmayın, təbiət Allahın sənə verdiyi şəfa xəzinəsidir. Sadəcə bu xəzinəni hikmətlə açmağı öyrənmək lazımdır. Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Daha çox belə faydalı bölümlər üçün bizə abunə olmağı və dinləməyi unutmayın. Sağ olun, sağlam qalın.